Araz Süleymanoğlu Əhmədov, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 25 iyul 2022-ci il tarixində Masallı rayon icra hakimiyyətinin başçısı təyin olunmuşdur. General-mayor Araz Əhmədov Qarabağ müharibəsi veteranıdır. Araz Əhmədov icra rəhbəri seçildiyi gündən Masallı şəhər vətəndaşlarının müraciətlərinə ciddiyyətlə yanaşıb, hər zaman şəhid qazi veteran ailələrinə xüsusi diqqət göstərmişdir. 26 fevral Masallı şəhər qəhrəmanlar parkında Xozalı soyqırımının 34-cü il dönümünün əlaqədar anım mərasimi keçirilmişdir. Görüntülər icra aparatının saytından əldə edilmişdir. Səsləndirmə İbrahimova Əfsanə, Access TV1-in əməkdaşı. Hörmətli tədbir iştirakçıları, çox hörmətli şəhid valideynləri, ictimaiyyət nümayəndələri, xanımlar və cənablar, bugün Azərbaycan Respublikası tarixinin ən dəhşətli və qanlı səhifələrindən biri olan Xozalı soyqırımı şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti ilə toplaşmışıq. 1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri Xozalı şəhərində vəhşilik törətmişlər. Xozalıda baş vermiş hadisələr tək Azərbaycan Respublikası əhalisinə qarşı soyqırım deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik aktı idi. Sonradan keçən illərdə Ulu Öndər Heydər Əliyev ilk dəfə Xozalı hadisələrinə siyasi hüquqi rəy verilməsinə nail oldu və onun siyasi varisi Respublikamızın Silahlı Qüvvələrinin Ali Baş Komandanı, hörmətli Prezidentimiz Xozalı şəhidlərinin qanını 44 günlük vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri zamanı ləyaqətlə aldı. Bugün Azərbaycan xalqı Xozalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir və eyni zamanda fəxr edirlər ki, onların qanı yerdə qalmadı. Xozalı soyqırımının baş verdiyi hadisənin faktlarına, rəqəmlərinə fikir verəndə adamı dəhşət bürüyür. Həmin qanlı gecədə 613 nəfər qətlə yetirilmiş, 1270-dən artıq adam girov götürülmüş, 150 qadının, 70 yaşlının, 65 uşağın taleyindən xəbər yoxdur. Həmin qanlı gecədə 8 ailə ümumiyyətlə məhv edilmiş, 20 ailə hər iki valideyndən, 130 uşaq isə bir valideyndən məhrum olmuşdur. Xozalı hadisəsinin qurbanları və
dəhşətləri daha da böyükdür. Bugün biz iftixar hissi ilə qeyd etmək istəyirik ki, bəli, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Xocalı şəhidlərinin qanını almış, onları erməniləri onların qətl edilmiş doğma torpaqlarımızdan çıxaran bütün şəhidlərimizin əziz xatirəsini də bugün ehtiramla yad edirik. Həm Xocalı şəhidlərinə, həm Qarabağ müharibəsinin bütün şəhidlərinə Allahdan rəhmət, qalanları isə salamətliyik arzulayırıq. Şəhidlərin valideynlərinə salamətliyik arzulayırıq. Allah şəhidlərimizə rəhmət etsin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme ighfir li cemi'i şuhadaina ve rfa' derecatahum. Nahşurhu ma Muhammedin ve ali Muhammed. بحق نبينا وآله وبحق الفاتحة.